adı James David Vance gedir. Amma mətbuatda J.D. Vance yazırdılar. Mən onu anlamadım. James David'i J.D. niyə elə adlandırırlar? Bu vitse-prezidentdir. Hansısa janglördür, öyle onu götürəsən, qısaldılmış adını verirsən, J.D. eləyəsən. Bu bir hansı bir Hollywood artisti deyil ki, onu J.D. yazırlar. Bunun adı James David'dir. Yazmaq lazımdır James David Vance. J.D. Vance. Mətbuatların başlığında ciddi mətbuat. Mən də gördüm, bəli. Bu nə yazıdır J.D. O J.D. ona uşaqlıq dostları deyə bilər. Yox ki, Azərbaycan reallığından danışırıq ki, məsələn üçün təyyara tolik deyirlər. Nə yazırlar? Tolik. Tarixə tolik deyirlər. Tarixə tolik deyirlər də deyək. İndi biz tarix yerinə tolik yazmalıyıq. O cürə mətbuat olmur. Ondan xəbər verir ki, mətbuat ancaq şou dünyasının peşindədir. Orada nə yazılır, nə pozulursa onu daşıyırlar Azərbaycanın ciddi mətbuatına.